Çölqala məscidi 19-cu əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə 19-cu əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi. Tarixi Çölqala məscidində bərpa işləri Heydər Əliyev fondu tərəfindən Paşa Holdinqin dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildə başlanılıb. Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb. Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub. Təhlükəli vəziyyətə düşmüş atma və güşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələr arası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb. Məscid giriş hissə ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilib. Açıq tamburdan otağa və ibadət zalına keçid var. Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib. Mehrab yenidən qurularaq üzərinə Quran-ı Kərimdən ayələr və naxışlar işlənib. Çölqala məscidinin yaxınlığında yerləşən və 19-cu əsrə aid olan Çölqala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.